Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. İsmayıllı rayonunda müəllim məktəbdə vəfat edib. Azxəbər.com xəbər verir ki, Lahıc qəsəbə tam orta məktəbin tarix müəllimi Rəfiqə Mürşid qızı İsmayılova iş yerində olarkən qəfil dünyasını dəyişib. Məlumata görə Rəfiqə İsmayılova ürək çatışmazlığından vəfat edib. Qeyd edək ki, o 24 oktyabr 1963-cü ildə anadan olub. Ali təhsilini başa vurduqdan sonra 1987-ci ildə təyinatla Lahıc qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb və ömrünün sonunadək bu məktəbdə tarix fənnini tədris edib.